Salam, hər vaxtınız xeyirli olsun, əziz müəllimlər. Deməli, Cəlil müəllim modal feillər mövzusu. Baxaq, baxa biləcəyimiz qədər testlərə. Bir saniyə. Aha, deməli, hansı variantın doğru olduğunu soruşur. Baxın, bir var have to, malum-əli. Bir də var have got to, o da malum-əlidir. Yəni, ikisi bir-birinə ekvivalentdir. Daha doğrusu must da ona üçü bir-birinə ekvivalentdir. Sadəcə olaraq bu have got to-nun istifadəsi informaldır. Bir də ondan fərqi odur ki, must-ı kənara qoysaq have to ilə have to istənilən zamanda işlənə bilər. Perfect zamanlarda, future perfect, yəni istənilən bir zamanda istifadə etmək olur. Amma have got to-nu yalnız elə present, yəni özü hansı zamandadırsa o zamanda istifadə etmək olur. O səbəbdən burada indi bizə lazım olan gələn ayın sonuna kimi motoristlər gözləməli olacaqlar. Perfect zaman lazım olur. Bu da perfect zamana düşmədiyi üçün bunun burada got hissəsi olmasa bu variant düz olardı. We'll have to wait. O səbəbdən A variantı düzgün cavab deyil. B variantında mustn't erupt constantly to be classified as active. Deyir ki, vulkanlar aktiv bir püskürmə kimi olmamalıdırlar. Bu must'ın istifadəsi qadağa deməkdir. Vulkana yağış yağmamalıdır, qar yağmamalıdır. Vulkanlar püskürməməlidir. Yəni aktiv kimi təsvir olunanlar. Necə olursa olsun, siz təbiət hadisələrinə mustla yanaşa bilərsinizmi? Təbii ki, xeyr. Yəni siz belə də Allahın işinə qarışmış olursunuz, əstəğfurullah. O səbəbdən A variant, B variantda deyil cavab. C variantında last night, keçən axşamdan danışırıq. I gave him a problem. Mən ona bir problem verdim. O da mənim üçün o problemi həll etdi. Həll edə bildim. İndi bu cümlədə yanlış olan nədir? Burada bir spesifik bacarıqdan söhbət gedir. Yəni siz hər gün kiməsə problem vermirsiniz də həll eləsin, elə deyil. Deməli, keçən axşam bir problem olub, vermisiniz, o da sizin üçün problemi həll eləyə bilib. O spesifik bacarıqlar would-la yox, əslində could-la deyildiyi üçün would keçmişdəki ar dərdini bildirir. Yəni keçmiş cümlənin birinci tərəfindəki məna başqa şeydir, ikinci tərəfində mənim üçün həll eləyərdi. Yəni keçmişdə davam problemim olub, o da mənim üçün o problemi həll eləyib deməkdir. Ona görə burada could istifadəsi olmalıydı. Belə would yanlışdır. Nowadays it needn't cost a fortune to own an electronic e-book. E görən kimi elektronik. E-book reader. D variantı doğrudur. Deyir, müasir dövrdə, yəni çox da pul xərcləməyə ehtiyac yoxdur. Needn't verb, don't have to. Bunlar bilirsiniz ki, ehtiyac deyil mənasında işlənir və burada da deyir ki, ehtiyac deyil çox da pul xərcləməyə. Bu düzdür, yəni cavabı D variantıdır. E variantı you had better. Ümumiyyətlə had better-də, used to-da bunların zamanı olmur ki, siz bunu zamana salasınız. O səbəbdən E variantı da səhvdir. Düzgün cavab D variantı olur. İkinci testdə deməli, your passport deyir ki, sən pasportunu, indi feillərə baxanda itmək feilindən danışır və siz də kiməsə keçmişdə yaxud da gələcəkdə bir nəsihət vermərsə, indi deyirsiniz, yəni pasportunu yaxşı bir yerdə saxlamış olmalısan ya da saxlamalısan, itər deyə, birdən itər. Hə, bu tərəfi mütləq bu hissə, o tərəf başqa bir zamanda olsa da, bu hissə present simple zamanda olması lazımdır. Məsələn, A variantında deyir ki, kaş ki pasportunu yaxşı bir yerdə saxlamış olardın. Should have və ought to have verb. Bunlar past regret bildirir. Yəni, yaxşı yerdə saxlamayıb deməkdir pasportunu. Kaş ki, salamat bir yerdə saxlamış olardın. Adı. Yəni, A deyil cavab. B variantında deyir ki, sən pasportunu yaxşı bir yerdə saxlamış ola bilərdin. You should keep it in a safe. Sən gərək, amma bu düzgün cavabdır. Belə deyək də, deyir ki, tutaq ki, mənim pasportum itib. Bu məsləhət deyil də, məsləhət hissəsi ikinci tərəfdir. Gəlmişəm sizə deyirəm, pasportumu itirmişəm, sizə deyirsiniz ki, salamat bir yerdə saxlamış ola bilərdin. Yəni, keçmişdə o bacarığı eləyə bilərdin, eləməmsən. Bu
başqa cür şunun təəssüfü kimin deyil də. Yəni sən bu işi bacarardın, amma bacarmamısan, eləməmisən. O tərəfində amma bir məsləhət verir ki, bəs ə, sən onu salamat bir yerdə, təhlükəsiz bir yerdə saxlamalısan. B variantı düzgün cavabdır. Burada could lose, yəni itirə bildin pasportunu deyir. Burada da salamat yerdə saxlamağa ehtiyac yoxdur deyir. Yəni ki, hər iki tərəfdən C variantı deyil. İtirə bilmərsən pasportunu, ehtiyac yoxdur salamat yerdə saxlamağa. İtirməməlisən pasportunu, gərək onu salamat yerdə saxlamırsan. Yəni cavab burada da olur B variantı. 3 və 4-cü testimizdən davam eləyək. Deməli, 3-də Mike, boşluq, from money, disorder. Yəni, demək istəyir ki, pul idarə eləməkdə, nə bilim, pulunu xərcləməkdə Mike çətinlik çəkir. He consult a financial advisor immediately. O dərhal bir maliyyə məsləhətçisi ilə danışmalıdır. Burada ümumiyyətlə söhbət keçmişdən getmir. Tutaq ki, keçmişdən getsə, məsələn üçün keçən il Mike əziyyət çəkməkdə idi. Ona ehtiyac idi da bu keçən il əziyyət çəkirdi, indi ona ehtiyac olar. O cümlə düzgün deyil. Niyə elə dedim? Çünki variantlarda həm keçmiş var birinci tərəfində, həm də ikinci tərəfində indiki zaman var. Uzlaşma pozulubdur. Siz uzlaşma olan cümlə axtarasınız. Məsələn, A variantı qəti şəkildə cavab deyil. Çünki could have been suffering çəkməkdə olmuş ola bilərdi əziyyət deyir. Çox məntiqsiz bir cümlədir. Ona görə bu variant deyil. Çəkmiş ola bilərdi. Yəni deyirsiniz ki, kaşı əziyyət çəkmiş olardı. Bu tərəfdə deyir ehtiyac deyil. Bu da yəni hər iki tərəfli məntiqsiz cümlə yaradır. Mustn't əziyyət çəkməməkdədir, çəkməli olmamaqdadır. Yenə də məntiqsiz bir cümlə yaradır bu. Sonra D variantında must be suffering. Deyirsiniz ki, Əli pul idarə etməkdə çox çətinlik çəkir. Ya da ki, qıraqdan baxırsınız ki, o gəlir çıxarım bilən biri deyil. Deyirsiniz ki, o əziyyət çəkməkdə olmalıdır. Yəni əziyyət çəkmiş olmalıdır. İndidən söhbət gedir. Sonra məsləhət verirsiniz ki, o gərək bir məsləhətçi ilə danışsın. Yəni D variantı düzgün cavabdır. E variantında ehtimal edirsiniz ki, o əziyyət çəkə bilər, eləyə bilərdiniz ehtimal, amma digər tərəfində ehtiyac deyil. Əziyyət çəkməyini ehtimal edirsinizsə, niyə məsləhət eləməyini istəmirsiniz bir financial advisor-la? O səbəbdən E də səhvdir, cavab D variantı. The boss told me that. Müdür mənə dedi ki, indi nə deyibsə o variantdan görürük. I leave the office if I work anymore. Anymore inkar cümlənin sonunda işlənər. Oradan yola çıxsaq, nağdı, baxın, bu variant, eləcə də bu variant, yəni 3 dənə variant silinmiş olacaq. Təbii ki, məsələ o deyil, çıxdaşdan test tapaq. Sadəcə olaraq buradakı anymore inkar istəyir və ikinci tərəfdə inkar olan 2 variant var. Biri bir A variantında silmişəm. Üzrlü sayın. Hə, deməli, biri A variantıdır, biri də E variantıdır. D variantıdır. Deməli, A variantını yazsaq ora, mənə dedi ki, mən işdən tez çıxa bilərəm. Əgər əlavə işim yoxdursa, elə bu variant düz gəlir. Müdir mənə dedi ki, yəni işin yoxdursa, əlavə çıxa bilərsən. Elə bu adı D-yə də baxaq. Didn't have to, yəni müdir mənə dedi ki, mən didn't have to işləməli deyildim, işlədim. Ofisdən çıxmalı deyildim, amma çıxdım. Yox, didn't have to ehtiyac deyildi, heç olunmadı da. Needn't have verb ehtiyac deyildi, amma yerinə yetirildi deməkdir. Bu, yəni mənim oradan çıxmağıma ehtiyac yox idi, heç çıxmadım da. Yəni qalmışam ofisdə deməkdir. Bu da deyil. Təbii ki, cavab A variantı olacaq bu testdə də. 5-ci testdə demək. I hired someone to repair the fence. Yəni hasarı təmir etmək üçün kimsə danışmışam da, kiralamışam. Kiməsə demişəm ki, gəl düzəlt. Bu da deyir ki, oh no. Cavab B variantıdır. You needn't have done so. Yəni ehtiyac deyildi. Jack had promised to do it for us. Bizim üçün onu etmiş olacağına söz vermişdim. Yəni bizim üçün edəcəyinə artıq əlavəyə ustaya ehtiyac yox idi. Cavab burada olacaq
B variantı. A variantı indiki zamandı deyil. C variantı indiki zamandı. D variantı ümumiyyətlə burada B variantından başqa hamısı indiki zamandır. Aha, gəldik 6-cı testə. Deməli, bir hansı modal feil o cümləni tamamlamır. Yəni ha sonra olmur. Kənot olanlara ehtiyatlı olmaq lazımdır. Ə, demək, John tutaq ki, birincisini yazırıq. Could have rested his arms. Aha, indi burada bir şey var. Burada əslində iki dənə feil var. Biri budur. Xəbərdir də. İki dənə ə, aha. Bu deməkdir ki, o birinci cümlədə hər nədirsə, bu da ondan olmalıdır. Çünki bu paralel structure eyni mübtədəyə bağlanan feildir. O səbəbdən məsəl üçün birincisini götürsək, olmayan soruşur da bizdən. Tutaq ki, siz birincisini yazmaq istəyirsiniz. Okay. John could have rested. Bu tərəfdə də eynidirsə, yəni ki, John could have summarized olması lazımdır ki, paralel structure yarasın. Yəni bu verb olsaydı, düşünərdiniz ki, bu onun bir tərəfdə qalıb orada paralel xəbərdir deyə də mübtədasını, köməkçi feillərini yemişik. Amma bunun düzgün olması üçün bu gərək summarized şəklində işlənərdi. O səbəbdən bu olmur. Yəni biri götürə bilmirik. Must recite, yəni must summarize. Bu ona ekvivalent deyil ha, eyni feil deyirlər. Sadəcə olaraq məsələn deyirəm ki, I went to Baku. Sonra o tərəfində məsəl üçün ziyarət elədim dostumu. Da mənə ehtiyac yoxdur da, elə deyil. Necə ki, məni demirik, bir bəllidir deyə. Eyni ilə də modal feil bəlli olan da onu modal feil, köməkçi feil hər nəsə ikinci dəfə işlətməyə ehtiyac yoxdur. Amma tələb olunan nədirsə, məsələn, could have yazsaz, deməli verb də olmalıdır onun ardında. Əgər belə də düşünürsünüzsə, o zaman bu keçmiş, bu bir eyni cümlə, eyni mübtəda, bir mübtəda bağlı olan xəbər biri keçmişdə, biri indicdə mümkün deyil. O səbəbdən bir deyil. Amma must restate, should restate, had restate ki, bu tərəfində də düşünün ki, bu indi bilmirik də tam bu mürəkkəb cümlədir, yoxsa tabesi mürəkkəb cümlədir, yoxsa sadə cümlədir. Çünki native mənbələrdə də bəlli deyil. Mübtədalar eyni olub düşüb. Yəni düşünün ki, bu belədir. John must restate and John must summarize. John should restate and John should summarize. Bu şəkildədir. Eyni qayda nə biri demək olmur, nə də ki, 5-i demək olmur. O səbəblə cavab da 1-5 elə B variantıdır. Yəni əgər onları ora yazmış olsaydıq, o zaman gərək feil verb şəklində işlənərdi. Aha, deyir ki, hansında modal feil, ən uyğun olan modal feil deyir göstərin. Hə, deməli, visitors from France, Fransadan olan qonaqlar to stay at a hotel near the center, don't they? Aha, bunun cavabı burada gizlidir. Yəni bunun tək qoşunu bizə deyir ki, cümlə təsdiqdə olmalıdır, plus da köməkçi feil do-da tələb edən bir şey olmalıdır. Məsələn, A variantının birincisini desəz, düzdür. Yazırsınız ki, I have to stay at a oteldə qalmalı oldular. Oteldə qalmalı oldular. Have to da öz-özünə sual inkar yaratmaq üçün don't day şəklində qayıdar, bir düzdür. Are able to olsaydı bu olardı, aren't they olardı. O səbəbdən 2 deyil. Üçüncüsündə need to-ya birləşibsə, deməli bu modal feil deyil, əsas feildir və don't, yəni to do feili lazımdır buna. 3 də düzdür. 1, 3. Dördüncüsü out to olsaydı, əgər bu out'un özü qaydardı, plus da to-ya qaytarmır olsa, out'un olardı. Bu da deyil. Yəni olmayan soruşurdu. 2, 4. Bəxt olan soruşsun. Want yazıb yenə də present simple do qaytarmaq olar. Yəni olanları soruşur. 1, 3, 1, 3, 5. Yəni hanı variant? B variantı düzgün cavabdır. The house which is situated on the edge of a lake. Gölün ətrafında yerləşən həmin o ev has an incredible view. Onun çox mükəmməl görünüşü var. Mən onu izləməkdən dayana bilmirəm. Ümumiyyətlə, can't stop bir şeyi eləməkdən dayana bilməməkdir. Bu feilin özü buna birləşikdir. Özündən də sonra həmişə gerund gəlir. Cavab burada A variantıdır. Yəni o ifadə elədi, can't stop.
9 və 10-cu testlər ilə davam edək. I have lost one of my gloves. Əlcəklərimdən birini itirmişəm, onu hardasa salmış olmalıyam. Ümumiyyətlə modal fe'lər tərcümə tələb eləyir. Baxın, hardasa baxırsınız ki, evə çatmısınız, əlcək yoxdur sumkada. Bir tay var, bir yoxdur. Deməli bu nəticəyə gəlirsiniz ki, 99%, yəni onun oğurlanması çantadan çox necə deyim, ağla ən son gələn bir şeydir ki, elə ən optimal variantda o düşübdür. Ona görə də deyirsiniz ki, mən onu hardasa salmış olmalıyam. Yəni cavab A variantıdır. Digərlərini ümid edirəm baxmağa ehtiyac passive voice lazım deyil. Bu davam etsin. Keçmişdən danışırsınız. Baxın, indi görürsünüz ki, itirmişəm. Keçmişdə olub ki, indi göz önündədir. Bu da deyil. Cavab A variantıdır. Bu da indiki zamanda itirməliyəm, yox, itirmiş olmalıyam. Sonra deməli, you needn't tutaq ki, call him a fool. Deyir ki, sən ona zəng vurmağa ehtiyac yoxdur. O həqiqətən, yəni həqiqətən ona xətrinə dəyib də, belə deyək. Ha, bu keçmişdən danışır. Gərək deyir ki, sən ona, həm də ki, bu zəng vurmaq mənasında deyil. Ə, demək də deyək. Sən ona deyir ki, gərək üzr istəyirəm ifadəmə görə, cihsən deməzdin, axmaqsan deməzdin. O onu həqiqətən incitdi, xətrinə dəydi. Yəni i variantıdır. Keçmişdəki təəssüf yoxdur. Burada təəssüf var, amma təsdiqləri sən kaş ona axmaqsan demiş olardın demək istəyirsiniz. Deyil, cavab olur i variantı. 11 və 12 test. 12. Deməli, I posted a letter to Mary last week. Keçən həftə mən Mary'yə test, hələ summativlərdən çıxmamışıq test. Məktub göndərdim, göndərə bildim. Nəsə ki, burada bir spesifik hərəkətdən danışır. Spesifik hərəkətlər ümumiyyətlə koddan olmur. Əgər cümlə inkarda olarsa, o zaman spesifik, yəni bir dəfə baş verən hərəkəti kodla deyə bilərsiniz və yaxud da cümlə relative clause olarsa, yenə də koddan spesifik bacarıqda istifadə edə bilərsiniz və yaxud da cümlənin xəbəri inkar olarsa, yenə spesifik bacarıqda koddan istifadə edə bilərsiniz. Amma bu saydığım 3 hal xaric spesifik bacarıqlarda koddan istifadə olunmaz. O səbəbdən burada A variantına baxmırıq heç. B variantı indiki zamanda baxmırıq, C də indiki zamandır. Bu da indiki zamanda o I was able to ya da manage to olardı. Mən keçən həftə göndərə bildim. Deyir ki, o indiyə qədər onu almış olmalıdır. O qənaətə gəlirsiniz. Cavab olur E variantı. You have been traveling all day. Bütün günü səyahət etməkdə olmusan, sən yorulmuş olmalısan. Və yəni nəticəyə gəlirsiniz ki, adam bütün gün fırlanıbsa, deməli yorulubdur. O səbəbdən cavab 1 və 3-dür. Yəni C variantıdır. Aha. 13 və 14. Aha, burada bizdən nə istəyir? Michael was sitting at the back of the theatre. Teatrda arxada otururdu. Belə ki, o çox da yaxşı görə, indi arxada oturubsa, deməli, çox da yaxşı görə bilmədi. Hadn't been able to ya ehtiyac yoxdur. Dedik ki, spesifik bacarıqlarda inkarda adisa cümlə problem deyil. İşlədə bilərik. Elə C variantı düzdür. Görmüş olmasın. Yəni görmüş ola bilərdi. Görə bilmişdi. Elə bil oturmaqdan əvvəl görmüşdü. Çünki past perfect mənası o deməkdir. Eyni ilə də A variantında. Biri təsdiq, biri inkardır. Amma məsələ ondadır ki, past perfect daha əvvəl baş verən. Elə bil oturmuşdu past simple. Bu tərəfə yazırsınız past perfect. Eşitməyi orada teatrda oturmağından qabaq olub kimi səslənir. Cavab C variantıdır. Sonra the fire spread quickly. Sürətlə yanğın yayıldı. But fortunately everybody. İndi burada görürsünüz ki, mənasında əslində bir ziddiyyət var. Möhkəm yayılırdı, amma xoşbəxtlikdən hər kəs canını qutara bildi. Manage to deyərsiniz 1. Could demək olmaz. Bir də 3 deyərsiniz. Lozungda məntiqsizdir. Yəni 1, 3, 1 və 3-cü test olacaq cavab. Yəni D variantı. David çox uğurludur. He
deməli hurt himself when he fell down. O yıxılanda özünü incitmiş ola bilərdi. Bu hurt feeli amor feildir. Yəni görmürsüz də bu verb yer verb kimi olduğunu. Amma tutaq ki bunu yazırsınız. Olur cümlə indiki zaman, keçmiş zaman deyil. İncidə bilərdi ehtimal. Bu oldu incidə bilmədi deyirsiniz. Yəni burada bir mod deductiondan söhbət getmir. Dəqiq past simple göstərir. Had to da incitməli idi. Could have kaş incitmiş olardı deyirsiniz. Cavab B variantıdır. Deyir, yəni adam o qədər şanslıdır, yıxılanda hətta özünə xətər yetirmiş də ola bilərdi. Özdə bu variant budur da, yəni xətər yetirmiş ola bilər, amma nəticədə heç nə eləməyib. B variantında deyir, adam o qədər şanslıdır ki, yıxılanda özünə xətər yetirmiş ola bilməzdi. Yox, elə şey olmaz. Cavab E variantı olacaq. Aha. 16. Deməli, you have just had lunch. Elə indicə gəlin altı etmisiniz. Sən deyir, artıq ac ola bilmərsən. Can't be, bir də must be. Yox, inkarda da shouldn't. Acmamalısan, ac ola bilmərsən. Yəni cavab olur A variant. Ad üstü 1 və 2. Sonra deməli, we used to live very near the motorway. Yaxında yaşırdıq motor yoluna. Did you doğrudan? Burada bir tek question var, amma görürsüz, burada təsdiq olsa belə yenə təsdiq qayıdıb. Belə the same way tek questionlar da var, eyni şəkildə qaytarılanlar. Prosto bunlarda bir situasiya olur, sual yaranır sizdə. Hansı situasiyadır ki, orada eyni qaytarırıq? Adətən belə ard-arda yaranır, yazılır. Görürsüz, normalda tek questionlar belə yazılmır. Həm də bir situasiyası olur. O situasiya da elə budur. Deyir doğrudan səsli küylü olmuş olmalıdır ora. Keçmişdən danışırıq deyə bizə də keçmiş zaman qoymalıyıq və indiki cümlədən həmin o bizə deyilən cümlədən nəticəyə gəlirsə deduction yazmalıyıq. Yəni must have verb C variant. Ora çox səs-küylü olmuş olmalıdır deyir bizə. 18 və 19-cu testdə də deməli I home from Hitters last night. Keçən axşam Hittercidən gəlmiş ola bilərdi. Əslində cümləyə belə baxanda buradan tutmaq olmur, nə yazmaq lazımdır ora. Bir dənə B variantını yaza bilmirik ki, cümlə indiki zamandadır, olmaz. Cümlə keçmiş zamandadır, bizə indiki lazım deyil. Bir də bunu yaza bilmərsiniz. İndikidir deyil, bir də ki, elə bunu da yaza bilmirsiniz. Belə də ki, nə qaldı ki? Digərinə baxmaq lazımdır. Tərcüməsinə. Məsələn, burada A və C variantının nə hansıdır bilinmir. But because of the fog, I had to spend the night at her house. Deməli, əslində bunlar niyyətləniblər getməyə. Bu deyil cavab, C variantıdır. Niyyətləniblər getməyə. Sadəcə olaraq dumandan dolayı artıq bir gecə orada qalmalı olublar. Yəni bu past continuous-un mənası, bir mənası bir arxa fonda olan hərəkətlər göstəririk. Tutaq ki, mən burada danışanda siz məni dinləyirdiniz. Bu arxa fondakı hərəkəti göstərirsiniz. Məsələn, mən məktəbə gedəndə Leyla dərsə gedirdi. Bir də ki, bunun bir mənası var ki, biz niyyətlənib eləmədiyimiz hərəkətləri bildirir, hansı ki, o situasiyada bizə verilir, yoxsa biz bilmərik. Burada məsələn deyir, dumandan dolayı bir gecə orada qalmalı oldum. Mən əslində niyyətlənmişdim oradan gedə bilməmişəm deməmişdim. Sonra deməli 19. Oh no, look at the sign, işarəyə bax. Biz burada maşın saxlaya bilərik ya yox, amma inkarda hamısını saxlaya bilmərik. These spaces are for doctors and emergency patients only. Bu ərazi yalnız həkimlər və təcili yardım xəstələri üçündürsə, deməli biz burada maşın saxlaya bilmərik demək istəyir. A variantda deyir ki, biz burada kaşki maşın saxlamış olmazdıq. Yəni saxlamağa ehtiyac yox idi. Biz də heç saxlamadıq demək istəyir. Deyil bu. Want bu gələcək zamana aid deyil. Əmr cümlələrində ya bitmiş zaman olacaq, ya da present continuous zaman olacaq. Yəni biz burada maşın saxlamış olmamalıydıq. Bayaq dedik ki, have got to, have to da yəni onun ekvivalentidir.
Ə, amma başqa zamanda işləmir. Burada başqa zamanda işləməyib, sadəcə olaraq ə, elə bil öz-özlərinə qadağa qoyurlar da. Yəni biz burada maşın saxlamalıyıq. Halbuki o qadağa bizim deyil, ora ə, nişanlanıb da indi o nişanlar yol hərəkəti nişanları hardasa saxlayıb getmək bizim ixtiyarımızda olan bir şey deyil. Ona görə də həvd tuta deyil cavab. Bu keçmiş zaman göstərir. Cavab budur. Deyir burada saxlanmağa icazə verilmir. Maşın saxlamaq olmaz. Aha, 20-ci testdə də deməli if she hadn't been bunun cavabını rahat bilirsiniz. Prosto tərcümə lazımdır. Bir dənə 4 deyil cavab. Digərlərinə baxarsınız. 4-ün niyə dedim deyil. If clause-larda, third conditional-larda biz görürük ki, bu third conditional yaranır. If-dən sonra past perfect, digər tərəfdə might, could, would have verbs olur. Onlar should-dan düzəlmir. 3 variantın üçü də düzgün ola bilər, amma tərcümə etmək lazımdır. Deyir ki, əgər belə tempdə olmuş olmasaydı, mən onunla evlənmiş olardım. Could have verbs və might have verbs. Yəni cavab olacaq D variantı. Sonra deməli, mən dünən yarışda qaça bilmədim və yaxud da qaçdım, qaça bilmədim, nəysə tutaq A. Çünki I buradakı heard yenə feilin 3-cü formasıdır. Haddir bu da. Had heard. Çünki mən ayağımı incitmişdim. Yəni ayağımı incitmiş olduğumdan dolayı mən orada qaça bilmədim. Elə cavab da olacaq A variantı. 22-ci testdə deməli Cemim tutaq ki A variantı deyək. Must have told everyone about the party tomorrow night. Sabah axşamki partiya haqqında hər kəsə demiş olmalıdır. A variantında demiş olmalıydı. But apparently no one has been informed. Lakin görünür ki, heç kim məlumatlandırılmayıb. Belə cavabda A variantıdır və keçmişdən danışdığı üçün B variantı cavab deyil. C variantı leksik cəhətdən deyil. D variantında ehtiyac deyildi, sanki eləyib mənasını verir. I variantı passive voice ehtiyac yoxdur, tamamlıq var orada. 23-cü testdə deməli we are so late that o qədər gecikdik ki, however fast we drive. Biz nə qədər sürətli sürdüksə də biz vaxtında ora gedib çata bilmədik. Yox, bu ucu keçmiş zaman deyil də, nə qədər sürətli sürsək də biz ora gedib çata bilməyəcəyik. Yəni cavab olacaq burada da A variantı. Çox gözəl plus qoydum. Aha. Olacaq A variantı. Have been able to-ya ehtiyac yoxdur. Bitmiş zaman nəyə yazaq ki, ora biz. Həm də inkar lazımdır. Outund yazsaq gərək biz ora çatmayaq. Yox, don't have to ehtiyac deyil. Elə bu D ilə E eyni şeydir. It appears that görünür ki, in the future, vast sums of money in order to solve the problem of air. Bunun boşluğu var. Air problem. Boşluq hardadır ki? Hə, budur. Nətər də görmürəm. Əslində gözüm ağrır görmürəm, yoxsa zəif deyil. Aha, deyir, görünür ki, biz gələcəkdə çoxlu pullar hava çirklənməsinin probleminin çirkli hava problemini həll etmək üçün çoxlu pula ehtiyacımız olmuş olacaq. Future perfect cavab olacaqdır. B variantı. Çoxlu pula ehtiyac duymuş olacağıq. Aha. 25. Demək 25-də bizdən də istəyir ki, düzgün cümləni istəyir. You are able to allow your children some freedom, otherwise they will resent you. Deyir ki, uşaqlarınıza burada məluməli olmalıydı əslində must. You must be able to allow your children. Uşaqlarınıza deyir azadlıq verməlisiniz. Əks təqdirdə onlar sizi belə deyək də incidəcək. A variantı düzgün deyil. Yəni burada əslində olmalıydı must. It isn't easy to learn Turkish at home. Evdə öyrənmək asan deyil. Türk dilini do you think düşünürsən ki, mən kursa getmiş olmalıyam. Bu o deməkdir ki, soruşan adam axmaqdır. Üzürlü say. Niyə?
Hətta mən oje gedirəm də, keçmişdə deyirəmsə gedirəm, mən necə deyirəm ki, mən düşünürsən ki, mən kursa getməliyəm. Axı mən gedirəm kursa. Bunu indiki zamanda yazsaydılar problem deyil. Do you think I must take an evening course olsaydı problem deyil. Amma bu şəkildə təbii ki, yanlışdır. Yəni A, B getdi. C variantı I refuse to give my son any money for the mega this sweatshirt he wants to buy. Mən deyir oğluma mega this koftasını, köynəyini, yəni istədiyi o köynəyi almaq üçün pul verməyi rədd etdim. Pul vermədim. But I am sure he will try to get some from his grandmother. Lakin əminəm ki, o nənəsindən yəni bir qədər pul alacaq. Sure-dan sonra da gələcək zaman gələr. I would rather aha bu səhvdir. Deməli I would rather, would rather fe'linin qaydası var. Yəni bu əslində abituriyent kitablarında da var dilə. Belədir. Baxın, would rather. Bu would rather'larda əgər başqa bir mübtəda yoxsa, məsələn, I would rather go to London deyirəm. Əgər keçmişdə də demək istəyirəmsə, I would rather have gone to London deyirəm. Yəni mübtəda eyni şəxsdirsə, bir şəxsdirsə, orada ya bir indiki zamandsa be infinitiv, keçmişsə də have verbi şəklində işlədirik. Yox, başqa bir mübtəda ortaya girirsə, yəni burada baxın, she başqa bir subjekti, başqa bir mübtəda ortaya girərsə, o zaman vəziyyət dəyişər. Niyə? Dəyişər. Əgər cümlə present simple-dırsa past simple yazarsınız, keçmiş zamansa past perfect yazarsınız. Yəni she didn't lend him the money. Ona kaş pul verməsin demək istəyirsiniz. Bu variantda səhvdir. D variantında he ought to have been wearing safety goggles. Bu svark eləyəndə geyilən gözlükdə deyir ki, o yəni svarka gözlüklərini geymiş olardı. Biz öyrənmişik ki, ought to, bir də should have verbi. Onlar bir təəssüf hissi bildirirlər. Baxmayın, burada davam edici zaman kimi veribdir, problem deyil. Əsl məsələ buradadır. Yəni, deyir ki, o gözlükləri geymiş olardı, but he wasn't, yəni o geymədi onu. And a result, the ought still badly damaged. Nəticədə onun gözləri çox pis ziyan gördü. Aha, mən düşünürəm ki, burada heç bir səhv yoxdur. Yəqin ki, cavabımız D variantı olar. I could sell my car last week. Bu səhvdir. Baxın, belə bir uzlaşma yoxdur. If clause-dan sonra gəlibsə past perfect, burada da məcbursunuz ki, could have verb-üç, would have verb-üç, might have verb-üç yazarsınız. Yəni could have sold my car last week if I had. Yəni mən onun təklifini qəbul etmiş olsaydım, mən maşınımı satmış ola bilərdim. Düzgün cavab oldu D variantı. 26. Deməli, you were stupid to try climbing up there. Deyirsən, ora çıxmaq üçün səy olmalısan. Üzürlü sayda neyim? Səy olmalısan. Sən deyir, orada özünü öldürmüş ola bilərdin. A variantında deyirsiniz, kəşke öldürmüş olardın demək istəyirsiniz. Olmaz. B variantında ehtimal eləyir. Elə bu düzgündür. Yəni baxırsınız ki, hündür bir ağacdır, çıxıb onun kəlləsinə, uşaq çıxıb onun kəlləsinə. Yaxınlaşırsınız və hirsi şəkildə deyirsiniz ki, sən neynirsən? Özünü öldürmüş ola bilərdin. Yəni elə bir ehtimal var idi, hündür bir ağacdan yıxılıb ölə bilərdin. O səbəbdən B variantı düzdür. C variantında kaş özünü öldürmüş olardın. D variantı ölmüş olmalısan. E variantı ölmüş ola bilməzsən. Cavab B variantıdır. 27-ci testdə deyir ki, hansında obligation, yəni bir məcburiyyətimiz vardır. Deməli, a researcher may learn deyirsə, burada bir possibility var. Yəni ehtimal getdi bu. There are several strategies that students use so that they can learn. Burada bir bacarıqdan söhbət gedir. Ability. Most learners have high anxiety levels when it comes to. Burada ümumiyyətlə modal feil yoxdur. Have də burada adi feildir. Bu da belə getdim. D variantı teachers are to be to must-a ekvivalentdir. Yəni malum deməkdir. Their teachers are to collect feedback from their students to learn more efficiency
their own practice deyir. Yəni müəllimlər öz praktikalarını daha efficiency, yəni daha yaxşı beneficial eləmək üçün şagirdlərindən feedbacklər toplamalıdırlar. Cavab olur D variantı. A variantında da most children could acquire more than one language successfully. Bacarmaq, bilmək, yəni ability bildirir ki, əksər uşaqlar deyir. Özdə burada əslində keçmiş zamanda deyil, bu ümumi anlam daşıyan bir cümlə olduğu üçün bunu bacarmaq kimi yox, daha doğrusu bir ehtimal kimi. Yəni deyirsiniz, əksər uşaqlar öyrənə bilər də, yəni birdən çox daha birdən daha çox dili. Bu da deyil. Bizdən istənilən E variantı, D variantı idi. Hə, D variantı idi. Mən həmişə deyirəm, mən nənəmin 80 yaşında elədiyini mən bu yaşımda deyirəm. Yəni nənəm bizi çağırmaqda ilə bütün nəvələrini çağırırdı. Allah bütün ölənlərə rəhmət eləsin. Mənim də nənəm içində olmaqla qalanlara da kömək olsun. Deməli, hansı üzündə yanlışdır? Ümumiyyətlə yanlışdır. Yəni ola bilər ki, modal yox, başqa bir şeydən səhv çıxsın. Are two hand this report. Bu da ki, həmin o be to malum ələyi deyir, yəni verməlisən direktora şəxsən o məruzəvi. Do you understand? Başa düşürsən? A variantında heç bir səhv yoxdur. B variantında you don't have to stay for the cocktail party after the conference if you are worried about arriving home late. Əgər evə gec gələcəksənsə, konferansdan qalan kokteyllərlə, yəni ehtiyac deyil də evdə qalmağa. O kokteyllərlə şey eləyə bilərsən, istifadə edə bilərsiniz nəsə ki. Konferansdan sonra kokteyl partisi üçün özü bu şey deyil, kokteyl deyil, kokteyl partisidir. Yəni kokteyl qonaqlığı üçün qalmağa ehtiyac yoxdur. Yəni deyir, narahatsansa, get də, yəni ehtiyac yoxdur qalmağa. Yəni uzun sözün qısası burada səhv yoxdur. Hətta dəyişib needn't da fail yazmaq olardı. Don't have to, needn't fail bunlar ehtiyac deyil deməkdir. He used to play handball quite often. O tez-tez handball oynayardı. Lakin his new job requires him to travel a lot now. İndiki işi çox səyahətlər tələb edir. So he doesn't have. Onun belə ki, vaxtı yoxdur. Burada da heç bir səhv yoxdur. Buradakı modal feildə budur. Modal feilin içində öyrənilir. Keçmişdəki are dərdi və səhv işlənməyibdir. Düzdür, de var. Would you not be blowing your cigarette smoke in my face? Olar ki, siqaret üzümü üfürməyəsən deyir. It is getting on my nerves. Burada da səhv yoxdur. Məni əsəbləşdirir. Bu da düz yerində işlənib. You must have hung your jacket on a closest hanger and not leave it on chair. Bu must have hung elə bir asmış olmalısan demək istəyir. Amma elə deyil. Deyir ki, paltar asılqandan ceketi və asmış onlardan çaş. Should. Həm də bunu keçmişdə niyə yazaq ki? Elə indiki zamanda olsun. Yəni should hang olsaydı, bu belə yox. Should hang. Deyir ki, paltarlarınızı ora asmalısınız. Orada qoymaq olmaz. Should hang olmalıdır. You will crease it. Heç də. Cavab E variantıdır. E variantı doğrudan da yanlışdır. 29 deməli yanlış olan. It's a long journey and 3 there may not be any restaurants on the way. Uzun bir səyahətdir və ola bilsin ki, heç bir restoran yolu yoxdur. You had better bu düzgün cavabdır. Evdən çıxmazdan əvvəl nəsə bir şeylər deyir ye. A variantı deyil cavab, çünki A düzdür. B variantı I knew that. Mən bilirəm ki, Marcus didn't have much money. Pulu yoxdur. But borrowed the money from you ardın. But he has just bought a new car. Lakin o yeni bir maşın alıb. He must have borrowed the money from someone. Görürsünüz adam kasıbdan o maşını alıb, deyirsiniz ki, o kimdənsə borc almış olmalıdır. Yəni, bu variantda da heç bir səhv yoxdur, ona görə bu da deyil. Cavab C variantında shall I get some plates while you are cutting the cake? Sən keki kəsərkən mən qabları götürə bilərəm. Bu da düzdür. O shall həmişə may-dir. Ya mənə sual verə bilərik, ya da we-ə sual verə bilərik. Would, could. Onlar da həmişə you-ə sual verilir. Mənə ver, could I demirsiniz, could you please falan filan, nə bilim, would-la deyə bilərsiniz, would you go please, nə bilim, nəsə də would-la you olur, could-la da you olur, shall-la may-də ancaq I və we olur.
C variantında yəni səhvlik yoxdur. Demək istədiyim şey odur. Bu variantda getdi. We needn't cook anything tonight. Bu axşam üçün nəsə bişirməyə ehtiyac yoxdur. We can eat the leftovers from yesterday's dinner party. Dünəndən qalanları yeyə bilərik. İşte ehtiyac yoxdur bişirməyə. D variantında səhv yoxdur. Hətta dedik ki, don't have to da yazsaydı. Don't have to, don't need to, needn't fail. Bunlar hamısı ehtiyac deyil mənasındadır. He could have been died. Bu, baxın bura, məsul növdə yazıldı. Killed problem deyil də, amma died passive voice ehtiyac yoxdur. Yəni die əcəllə ölməkdir və məsul növ deyil. Kill amma kiminsə öldürməkdir. Yəni deyir ki, sən ölmüş ola bilərsən. Passive voice ehtiyac yoxdur. Bunu buradan çıxsaz belə. Yəni cavab burada E variantıdır. E variantı yanlışdır. Çatdıq 30-cu testimizə. Deməli, deyir ki, could aşağıda hansısa mənanı, yəni funksiyası nədir? Could you pass the salt, please? Zəhmət olmasa uzada bilərsiniz. Mənə duzu burada bir request, təklif bildirir. Yəni B. Sonra, can I ask you something? Nəsə bir şey soruşa bilərəm. Yes, of course you can. Problem yoxdur. Lübbələm düzdür. Could I ask you something? Yes, of course you could. Deyə bilməyəcəyik. Səbəb. Çünki soruşduğu sualdakı can ya da could-dan asılı olmayaraq cavab can olmalıydı. Could sadəcə daha qüvvətli şəkildə deyir də. Sual verə bilərəm. O deyir ki, əlbəttə buyurun, verə bilərsiniz. Could yox, you can olmalıydı. Bu, of course you can. Bu da düzdür. Biz nə axtardıq? Səhv axtarırdıq da. Səhv axtarırdıqsa, bu da düz oldu. Sonra can I deyib, I am afraid you can't. Bu da düzdür. May, nəsə soruşa bilərəm, əlbəttə. Bu da düzdür. Cavab oldum. B variantı. 32-ci testimizdə deməli burada will nə məna verir deyir. The new car they have developed will run on electricity. Onların deyir icat eləmiş olduğu yeni avtomobil elektriklə işləyəcək. Buradakı will gələcək zaman deyil. Ümumiyyətlə will çox yerdə gələcək zaman deyil. Burada bildirdiyi şey general trust, yəni ümumi bir həqiqətdən danışır. O səbəbdən cavab olacaq C variantı. 33-cü testdə don't have to mənasını verən, you don't have to, bayaq dedik ki, yəni bundan bir neçə testdə qabaq, needn't fail B variantı, sonra don't need to, axı need to-ya birləşəndə özünə sual-inkar düzəltmir. Ona görə don't need fail to fail, don't need to fail və yaxud da needn't fail və yaxud da don't have to, bunlar hamısı bir-birinə ekvivalentdir. Yəni cavabımız olur B variantı. Aha. 34. Aha, 34-cü testdə də deyir hansı cümlədə modal feil yanlış istifadə olunub. When I was child, mən uşaq olanda I could watch TV whenever I want to. Burada bir general action-dən söhbət gedir. Mən uşaq olanda nə vaxt istəyirdimsə televizor izləyə bilirdim. Yəni ümumi bir hərəkətdir, ümumi bir bacarıqda da, ümumi bir permissionda da could problem deyil. Amma spesifik olarsa could işlətmirik. Could nə vaxt işlədirdik? Bayaq üstünə ha saydım. Ya cümlə relative clause olar, orada spesifik bir bacarıqdan danışır. Spesifik bacarıqdan da. Yəni bunu could-u genel anlamda işlətdə, spesifikdə işlətməyimiz üçün ya bir relative clause olmalıdır, ya cümlə inkarda olmalıdır ki, bunu istifadə edə biləsiniz. Yəni A düzdür. B variantında dünən axşamdan danışır və could yazıb. Bu səhvdir. Biz dedik ki, bu could-u istifadə etməyimiz üçün ümumi bir hərəkətlərdə istifadə etməyimiz üçün ya cümlə inkar olmalıdır could-un şəklində,
Ya da bir orada relative clause olmalıdır. De only-dir sözü işlənməlidir. Burada testlərdə olmalıdır. Yadımdan çıxıb qarşımıza çıxsa deyərəm. Bu səhvdir. Belə olmalıdır. Better managed wash, was able to wash olmalıdır. Çünki burada bir spesifik hərəkətdən danışır. O səbəbdən B variantı yanlışdır. Peter couldn't wash. Dünən baxa bilmədi. Təbii ki, inkarda olanda ümumi hərəkətlər üçün də could istifadə etmək olur. Couldn't watch TV yesterday. Düzdür. C variantı. D variantında yesterday morning. Dünən icazə verildi. Bu da düzdür. Mən uşaq olanda nə vaxt istəyirsə televizor izləyə bilmirdim. İnkarda problem deyil. Onsuz da inkarda problem deyil deyəndə də ümumi anlamlı, ümumi hərəkətdən danışırıqsa, yəni ümumi bir bacarıq və yaxud da ümumi bir ability-dən danışırıqsa, yəni ola bilər permission da olar. Hə, orada siz could-dan istifadə edirsiniz. İnkar da problem deyil, amma spesifik hərəkətdirsə, orada could-dan istifadə edə bilmirsiniz. İstifadə etməyiz üçün ya kod keçmiş zamanda kod inkarda olmalıdır, ya da relative clause olması lazımdır. Nə isə ki, uzun sözün qısası A variantı düzgün cavab idi. Aha. Bu da deməli bir Jumble testlərdən biridir. 35. In parts of Africa, women still had to carry water a long way to their village. Burada heç bir səhv yoxdur. Hələ də deyir, kəndlərinə uzun məsafədən su daşımalı olurlar Afrikada qadınlar. A variantında heç bir problem yoxdur. B variantında why did you bother so much trying to change your money? Deyir, niyə yəni çalışırsan da bu qədər pulu dəyişməyə? You needn't have changed it. Onu dəyişməyə, özü cümlə keçmiş zaman niyə deyir, yəni dirəşmişdin pulu dəyişməyə keçmişdə. Kaş yəni dəyişməyə ehtiyac yox idi, amma sən eləmisən. Needn't have changed it. Sən bilirsən ki, as they accept USA dollars in Mexico. Burada da heç bir səhv yoxdur. C variantında deməli, buna da baxaq. I would rather have been watching. I would rather have been watching the match on television than here in the pouring rain. Deyir, güclü yağışdansa mən elə evdə oturub futbol maçı izləməyi tərcih eləyərəm. Would rather have been. Burada ümumiyyətlə cümlə keçmiş zamanda deyil. Hardan bildik? Burada I am deyir. Mən əminəm ki, biz soyuqlayacağıq. Deməli, cümlə indiki zamandır. Bəs burada keçmiş göstərir, baxa. Bayaq dedik ki, would rather'larda deməli, əgər cümlə indiki zamandadırsa və başqa bir mübdada yoxdursa, onu elə would rather feil demək kifayət edir. Yəni, I would rather watch demək belə olmalıydı. Yox, keçmiş zamanda olarsa da have deyib yanındakı feili verb şəklində yazırıq və yaxud da başqa bir mübdada olarsa, indiki zamanda oldu past simple, keçmiş zamanda oldu past perfect yazırıq. Burada indiki zamanlı bir cümlədir. Buna nədir ki, bunun ing-sinə ehtiyac yoxdur. Elə I would rather watch olmalıydı. Cavab budur. C variantı səhvdir. You knew that, sən bilirdin ki, we have to walk a long way today. Bu gün biz uzun yol getməli olacağıq. So you really shouldn't have worn this high heeled shoes. Kaş yəni bu qədər hündür ayaqqabılar geymiş olmazdın. You only have yourself to blame for your achievement. Sən ayağını ağrıtaraq, yəni özünü incitmiş olursan. Cavab D variantı düzdür. E variantı I think Victoria may not come to the party. Partiyə gəlməyəcək düşünürsüz. Though, although, even though, baxmayaraq ki, she really wants to. Yəni, wants to deyib dayanmağımızda səbəb söhbət come feilindən getdiyini bilirik. Yəni, yaza da bilərsiniz. Prosta ehtiyac deyil. She really wants to come. Doğrudan gəlmək istəməyinə baxmayaraq, ola bilsin ki, bu gün bizimlə gələ bilməsin. Because she is flying to Paris. O Parisə uçacaq. The next day, növbəti gün. And has to pack her things, əşyalarını deyir ki, yığmalıdır. Düzdür. Cavab burada oldu. C bəndi. 36 və 37-ci testdə bizdən nə istəyir? Deyir ki, deməli, Fred, you should go home now. It has started to snow. Deyir Fred, burada Fred müraciət olunan şəxsi bildirir. Yəni, nouns of adressdir, xitab.
gərək deyir sən evə gedəsən, biraz qar yağmağa başlayıb. A variantında heç bir səhv yoxdur. B variantında da bunu cümlə şəklində veriblər. A variantda Fred mübtəda deyil, amma B variantda Fred cümlənin subjektidir. Fred should be home. Tezliklə evdə olmalıdır. He left the office at 6 saat 6-da ofisdən çıxdı. Deməli evdə olmalıdır. B də düzdür. Can't be home soon. Bu tezliyə evdə ola bilməz. O saat 6-da çıxdı. Bunu iki cür başa düşə bilərsiniz də. Tutaq ki, yol yaxındır və saat da indi məsələn hal-hazırda 16:41-dir saat. Deyirəm ki, 16:41-də çıxıb indi o evdə olmalıdır. Yəni yol yaxındır. Və yaxud da yol uzaqdır. Deyirəm 16:41-də çıxıb evdə ola bilməz. Yəni B və C hər iki düzdür. Must be at home now. İndi evdə olmalıdır. 6-da çıxıbdır. Yenə də düzdür. Yəni də ev yaxındır. Əminliklə deyirsiniz burada da. İ variantında da, yəni bu C ilə D variantı ikisi də əminliklidir. Prosta biri əminliyin inkarıdır, biri əminliyin təsdiqi. Fred mustn't be, amma bu səhvdir, çünki ingilis dilində mustn't be şəklində işləmir. Can't be deyirik. Bu şəkildə demək olmaz. Demək olaraq inkarı mustn't have verb şəklində, amma mustn't be ingiliscə mövcud deyil. İ variantı yanlış cavabdır. Yenə wrong olanı when I was younger. Mən gənc olanda I could run. Burada bir general action'dan danışdığı üçün mən yəni ümumiyyətlə gənc olanda 400 kilometr 400 nədir? 10 kilometr 40 dəqiqəyə qaça bilirdim. Yəni A variantı düzdür. I could run. Bu amma B variantı yanlışdır. Burada ümumi hərəkətdən danışmır. Deyir mən dünən yarım saatdan, 1 saatdan daha az qaça bildim. Bir spesifik hərəkət var. Spesifik hərəkətlərdə də could işlətmirəm. Was able to olardı. I was able to, I managed to olardı, amma bu şəkildə işlənməzdi. Dedik ki, spesifik bacarıqlarda biz could-u istifadə etməyimiz üçün gərək cümlə ya inkarda ola, ya da ki, bir relative clause ola. Getdi bu B variantı səhvdir. Managed to find the street. Mən küçəni tapa bildim, but I wasn't able to find her house. Evini tapa bilmirəm, düzdür. Managed to find. Bu cümlədə heç də məsələ bu hissəsinə görə qruplar wasn't able to düzdür. Couldn't deyib spesifik hərəkətlərdə inkarda istifadə etmək olar. D də düzdür. I was able to find. Eyni cümlələri mən də küçəni tapa bildim, lakin onun evini tapa bilmədim. Burada da bununla bunu fərqləndiriblər. Nə isə ki, uzun sözün qısası. Burada cavab olacaq B variantı. B. 38-ci testdə. Bu 38-ci test mənə çoxdan aydın olan test deyil. Deyir ki, o evdə ola bilməz. Bir də deyir, I will phone home and find out. Mən deyir evə, mən ona zəng vurdum və anladım. Belə. Belə çıxış onda bilmirəm də buna evdə ola bilməz deyək, yoxsa ehtimalən deyək. Məsələn, burada 4 bəlli məsələdir ki, bu şəkildə biz işlətmək, mustn't be. Amma digərlərində də leksik səhvdən bəlkə mənə çatır, bilmirəm, amma çatmadı. Deyir ki, ola bilməz ki, evə çatsın. Beşi ehtimalən deyir. Bu dəqiq deyil də, ehtimalən. Mən ona zəng vuracağam. Burada, məsələn, o evdə ola bilməz. Mən ona zəng vurub anlayacağam. Elə belə oradakı I will found, əslində I will find out anlayacağam. Yəni, dərk edəcəm. Siz deməli hələ dərk eləməmişsinizsə situasiyanı, onda bu elə ehtimal olar. Yəni 2-3 olar. Ehtimal edir. Deməli 39-da da yanlış. I hope that ümid edirəm ki, the young couple will enjoy years of happiness. Arzu edirsiniz ki, cütlük xoşbəxt olsun. Bu düzdür. B variantında I hope that the young people may enjoy. Bu da düzdür. Belə də deyə bilərsiniz. Amma might-la qəti şəkildə demək olmur. Baxın, birinə rəhmət verəndə, dua eləyəndə, xoşbəxtlik diləyəndə may deyə bilərsiniz. Might-la deyə bilmərsiniz. May enjoy. O səbəbdən C variantı yanlış cavabdır. May, bu da subjunctive moddur da. May you both be very happy. Happy deyir, qoy birlikdə xoşbəxt olsunlar. I don't care what they might say. Onların nə deyə biləcəkləri vecimə də deyil. Cavab C variantıdır. Could there harda possibility bildirir. Yəni ehtimal bildirir. Bacarıq bildirməsin də bir ehtimal olsun. A variantında məsələn sualdır bu, permission'da deyir. Could I please have a second helping of dessert? Yəni ikinci qabı ala bilərəm.
Burada bir permission, icazə var. Bu deyil cavab. I wish I could. Kaş mən maşın sürəydim ə, deyir. Burada bir ability-dən danışır. Yəni kaş məndə o bacarıq olaydı deyir. I have a feeling it could snow tonight. Elə bu possibility-dir. Deyir məndə belə bir his var, elə bil yağış yağacaq. Ya qar yağır, qar yağacaq. I could move out of this dump if I get a role in. Burada da elə bir bacarıqdan söhbət gedir. Bir ability. Deyir, yəni this dump cəhənnəmə gəlsin. Yəni hərəkət elətdirə bilmədim, cəhənnəmə gəlsin. Cəhənnəmə qalsın daha doğrusu. Bu da o məna deyil. Ability bildirir. I couldn't speak, bu da ability bildirir. Heç nə, cavab doğrudan da C variantıdır ki, orada bir possibility var. Ola bilsin, deyir, yağış da yağsın, qar da yağsın, yollar da bağlansın. Aha, can deyir harda ability bildirir. Bu icazədir. Televizor izləyə bilərəm. It can get a bit too hot here. And ola bilsin ki, daha soyuq olsun deyir. Elə bu possibility'dir. Bir possibility də bizdən ability istəyir. Bu bayaq istəyəndəndir. I am sure I can drive deyə əminəm ki, mən sürürəm. Bu elə düzgün cavabdır. C variantı düzdür. D variantında you can have some ice cream if you behave yourself. Yəni burada da yenə buna deyirsiniz ki, icazədir. Yəni deyir, yeyə bilərsən də dondurma. Ability yoxdur. We can go somewhere quiet. Yəni çay içmək üçün sakit bir yerə gedə bilərik. Bu da request. İcazə deyil də, yəni o you can olsaydı permission olardı, siz gedə bilərsiniz. Request yəni gedə bilərik də deyir, sakit bir yerdə çay içmək. 42-ci testdə may harda possibility bildirir. You may not watch television until your ev tapşırığını edənə qədər sən bitirənə qədər sən televizor izləyə bilməzsən. Permission'dır. May you always live life in the way you see fit. Burada da arzu bildirir. Amma bunu hətta bu arzu bildirir. Subjunctive modunu o possibility deyil. We may not have a choice. Ola bilsin ki, bizim o məsələdə başqa bir alternativimiz yoxdur. Elə bu da cavabdır. Bu da deyəndə, yəni bu cavabdır. They may stay. Bunu istəsələr burada qala bilirlər yeməyə. Permission'dır. Yenə televizor izləyə bilərəm. Permission'dır. Amma C variantında bir ehtimal var deyir. Ola bilsin ki, bizim başqa bir variantımız, başqa bir seçimimiz qalmasın. 43-cü testdə də deməli needn't deyir, nəyi əvəzləyə bilərsiniz? Biz dedik ki, baxın, needn't fail, don't need to, sonra don't have to, eyni şeylər, yəni biri olur bir, sonra don't need to, biri olur iki, ekvivalent axtardıqda bir, iki, bir də üçü götürərik də, have got to, haven't got to. Bu elə bir şey malum-əli kimidir? Deyir ki, mənə nəyisə izah eləməyə ehtiyac yoxdur. Bir də ikidə deyir ehtiyac yoxdur. Üçdə də elə yenə eyni vəziyyətdə deyir ehtiyac yoxdur. Deməli, bunların hələ hətta sinonimləri görürüz, uzada da bilirik. Needn't fail, don't have to, don't need to, hətta have got, haven't got to bunlara ekvivalent olur. Yəni ehtiyac deyil mənasını verir. Aha. Deməli, 44-cü testdən 44-də də bizdən istədiyi şey might hansı cümlədə might'ın funksiyasını müəyyənləşdir deyir. Your phone might be in the kitchen. Deyir, telefonun mətbəxdə ola bilər. Yəni siz dəqiq bilmirsiniz, sadəcə olaraq fikir irəli sürürsünüz ki, orada bilər. O səbəbdən icazə deyil. Introduce different information, məlumat təqdim etmək deyil. Possibility deyir, düz cavabdır. Suggestion təklif deyil, bacarıq deyil. 45-də deməli may harda yanlış istifadə olunur. May you be in London deyə bilmərsiniz. Yanlış soruşdu da bizdən yanlış.
Baxın, bayaq sizə dedim ki, may-dir, shall-dir. Bunlar ancaq mənə və bizə olur. May I deyə bilərəm, shall I deyə bilərəm və yaxud da may we deyə bilərəm, shall we deyə bilərik. Amma you ilə olanlar could you, would you-dur. O səbəbdən elə bu A variantı yanlış cavabdır. B variantında do you think you may be düzdür. I may be in London next week düzdür. Men may meet but mountains never. Bu bir atalar sözüdür. Bizdə var, deyir dağ dağa rast gəlsə də insan insana əksinə dağ dağa rast gəlməsə də insan insana rast gələr. Deyir baxın burada da dağlar heç vaxt amma insanlar qarşılaşa bilər. Young man may die but old man must die. Amma bu da atalar sözüdür. Bunun nə olduğunu bilmirəm. Gənc insanlar, gənc adam ölə bilər, lakin yaşlı adam ölə bilər. Yəni bunun tərcüməsi nədir bilmirəm. Düzdür prosto istifadəsi. Aha, 46-cı testlə davam. Deməli 46-cı testdə deyir mustn't funksiyası nədir? You mustn't eat anything until your operation. Əməliyyat bitənə qədər sən heç nə yeyə bilmərsən. Təbii ki, bir forbidden, yəni bir qadağa qoyub çəkim, belə deyə bilmərsən bu vaxta qədər. Could deyir aşağıda. Bu test idi. Burada nəsə elə bir olmalıydı. Nəysə problem olmalıydı. Nə idi bilmirəm. Could deyir aşağıdaşlardan hansı? Aşağıda hansı mənanı ifadə edir? Yoxdur. Hansı aşağıdakı mənalardan hansı burada işlənməyib? Baxaq da, she asked me if she could sit at the end of our table. O məndən soruşdu ki, orada otura bilər ya yox. Bu olur request. Yəni məndən orada təşrif edib də. O yox, o mənə dedi, o mənə dedi ki, o bizim masamızın sonunda otura bilər ya yox. Bu request olar, yəni bu deyil. Bu deyil deyəndə request veriblər. Bu getdi. Sonra could you, bu bir permission'dır, bu da getdi. You could take a pink. Deyir, əgər ağrırsansa, məsləhətdir də bu, dərman ata bilərsən. Yəni, baş ağrın getdikcə pisləşirsə, bir ağrı kəsici ata bilərsən. Bu da bir məsləhət edir. Mozart could play the piano. 5 yaş olanda, at the age of 5, o bir ability. Yəni, piano ifa edə bilirdi. Amma prediction gözlənti. Mən burada görmədim. O səbəbdən də cavab olur E variantı. 48-ci testdə deyir, altından qaralanmış sözün mənası nədir? Bu, keçmişdəki ağrı dərdimizi bildirdiyi üçün oxumağa da zaten ehtiyac yoxdur. Use to harada gördüksə, bilirik ki, bu past habit, keçmiş vərdişlərimizi bildirəcək. 2 testimiz qaldı. 49 və 50. Deməli, 49-cu testdə də soruşur ki, modal fe'l, main funksiyası nədir? What has happened to Mr. Mayor? Nə baş verib? He is ill in hospital. O xəstədir, xəstəxanadadır. Xəstəxanada xəstədir. They may keep him in overnight. Deyir, ola bilsin ki, ehtimaldır da, onu bütün gecə orada saxladılar. If they do, əgər elə olsa, he won't be able to travel back to Germany. Option, sabah deyir, Germaniyaya gedə bilməyəcək. İndi burada bir possibility göstərir. Yəni, A variantında deyir fərziyyə deyil, bir üstünlük B variantı deyil, general inam C variantı deyil, vacibli D variantı deyil, possibility, yəni ola bilsin ki, onu xəstəxanada saxladılar. İ variantı düzgün cavabdır və nəhayət 50-ci testimizə baxırıq. Burada da bizdən soruşacağı şey nə olacaq? Deməli, how to we paint the kitchen? Bu out'un nağdısı to-yu yoxdur deyə bu variantı oxumağa da heç ehtiyac görmürük. O səbəbdən A getdi. B variantı may we paint the kitchen this weekend? Bu həftə deyir, rəngləyə bilərik. Təklif kimidir əslində. May təklif bildirir, amma nəysə. Deyir, bu həftə mətbəxi rəngləyə bilərik. We could, biz edə bilərik. Yox da, yəni burada you may olmalıydı. Elə bil mən gəlmişəm, sizdən soruşuram ki, bu gün dərsə qoşulmaya bilərik. Siz də deyirsiniz ki, bəli, buyurun qoşulmaya bilərsiniz. O səbəbdən burada we could yox, you may olması lazım idi. Bu da getdi. Yəni bu hissəyə görə bu variantda getdi. Can we paint the kitchen this weekend? Rəngləyə bilərik. We could. Yəni də we could yox. Mən icazə alıramsa,
Ə, Belə bir məsələn tutaq ki, şagird gəlib sizdən icazə alır ki, bəs müəllim mən evə gedə bilərəm. Ə, Tutaq ki, kendindən alır icazəni. Can I go home? Siz qayıdıb deyirsiniz ki, bəs I can ya da I could. Yox. O səbəbdən bu variantda səhvdir. Yəni yanlış qayıdıb da mübtədası ə, belə olmalı deyildi. We could. Biz deyir rəncləyə bilərik. We could rəncləyə bilərik, amma ardına baxanda əslində deyəsən situasiya o deyil. Ardına baxmaq lazımdır. Deyir ki, I would like wait until the weather gets. Deyir mən istərdim ki, yanlış oxudum variantları. Yox, düz oxumuşam. Aha, deyir ki, bunun burasında səhv var. Nağdı? Burada bir to, I would like to olmalıydı. Ə, Yəni tutaq ki, bu hissə düz olsa, biz rəncləyə bilərik. Biz rəncləyə bilərik, lakin mən istərdim gözləyək. Ya da rəncləyə bilərsə istərdim gözləyək. Mübtəda da səhv qayıdıb. Yəni bu C variantı səhvdir. Shall we paint the kitchen? Bu təklif tamam. Özümüzə elə bil oturmuşuq 5 nəfər müəllim. Deyirəm ki, test işləyə bilərik biz. Ə, Sonra da qayıdıb deyirəm ki, bəs əslində işləyə bilərik, lakin yaxşı olardı ki, gözləyərdik. Baxın, would sooner. Bu would sooner elə would rather deməkdir. Wait until havalar istini nə qədər gözləsək daha yaxşı olar. Çünki mən pəncərələri açmalı olacağam. Bu D variantında heç bir səhv yoxdur. Would we yox, would we-yə qayıtması would you olar. O səbəbdən bu da səhvdir. Yəni cavab oldu. Doğrudan da D variantı düzgün cavabdır. Bu qədər. Modal feillərdən bu qədər. Sağ olun.